Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılmış sosial tərəfdaş layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa 50-yə ailə başçısının itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiya və ünvanlı dövlət sosial yardım alan şəxslərə ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda seçilmiş müəssisələrin siyahısı sosial tərəfdaş.az saytından qeyd edilmişdir. Xüsusi endirim imkanları təqdim olunur. Xəbər verilir ki, layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərin MyGov platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodu da tətbiq əlavə edilib. Artıq vətəndaşlar sosial xidmətlərindən, o cümlədən sosial tərəfdaş pensiyaçı endirim barkodundan MyGov mobil tətbiqi vasitəsilə yararlana bilərlər. Endirimlərdən yararlanmaq üçün vətəndaşlar MyGov mobil tətbiqini yükləyərək qeydiyyata keçməyi və tətbiqdə görünən sosial tərəfdaş pensiyaçı barkodunu ödənişinə əvvəl kassada təqdim etməyə kifayətdir. MyGov platforması artıq bütün dövlət xidmətlərini bir mərkəzə birləşdirən vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir. MyGov mobil tətbiqini keçid vasitəsilə yükləyə bilərsiniz. Layihənin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin.